Çıxmaq istəyirəm, deyir ki, yox, ödəniş eləməlisiniz. Bax, biraz yeni ödəniş eləməliyim. Niyə? Girmisənsə, sıfırdan 1 saatı 1 manat. Deməli, Globus Plaza 13-11-də girmişəm parkinginə və indi yer tapmamışam. Çıxmaq istəyirəm, deyir ki, yox, ödəniş eləməlisiniz. Bax, biraz yeni ödəniş eləməliyim. Niyə? Yəni, yer tapmamışam da, mən niyə ödəniş eləməliyəm? Bu nə deməkdir? Bu cəmaatın cibinə girmək nə deməkdir? Yer tapmamışam. Səbəb nədir? Ödəniş niyə eləməliyəm? Barometrin qaynar xəttinə vətəndaşdan şikayət daxil olub. Belə ki, vətəndaş Globus Center'a gəlmək istəyib və maşınını bu ərazidə, yəni parking ərazisində saxlamaq istəyib. İçəri daxil olub və yer olmadığına görə qayıdıb çıxmaq istəyərkən vətəndaşdan 1 manat ödəniş tələb eləyiblər. İndi biz də gəlmişik görək bu 1 manat ödəniş xidmətdən istifadə olunmayıbsa, nə üçün tələb olunur? 2 dəqiqə, 3 dəqiqə burada fırlanıb yer tapmayıb çıxıbsa, bu 1 manat ondan nə üçün tələb olunub? Yəni o barədə. Girişdə qeyd olunub da, yəni Harda? giriş ödənişlidir. Parkinqə girişdə yazılıb. Giriş ödənişlidir yazılıb. Bildiyimə görə giriş ödənişlidir. Axı bu adam istifadə eləməyib də sizin xidmətdən. Başa düşdüm. O artıq bizlikdir. Sadəcə girişdə yazılıbsa giriş ödənişlidir. Vəsə. Bir də yuxarıda yazılıb. Görsünüz yazılıb full Bəli. 12, yenə full 003. Yəni 3 yer var, mənfi 2-də, 12 dənə də mənfi 5-ci mərtəbədə yer var. O boş yerlərdir. Nəyə görə deyirəm? Bu hansı qanunla tənzimlənir ki, yəni parkinqdə, yəni bu qanunu kim qoyub? Ki girib addım pul verməlisən də. Yox, onu ancaq rəhbərlik deyə bilər. Onu mən məlumatını verə bilmərəm. Bəlkə rəhbərliklə bir əlaqə saxlayasınız ki, mümkündürsə. 1 saat saxlasa da 1 manatdır, saxlamasa da gərək çıxır. O çox vaxt istifadə edən adamlar olur da. Burada taksi sürücüləri gəlir, nə bilim, binada yaşayan sakinlər gəlir. Buradan girir, oradan çıxır. Buradan girir, oradan çıxır. Giriş, oradan da var. Çıxış oradandır da. Yolun qısalt, bura probka olur. Girir bura, o yüzden çıxır. O bizi o tərəf orada yaşayan, binada yaşayan sakinlər fırlanmamaq üçün, öz binalarına getməmək üçün parkingdən sui istifadə edirlər. 5 dənə etaj var, 5 dənə etaj var. Ona deyilir ki, düş aşağıda saxla ginən. O da ki, mən saxlamaq istəmirəm. Düşmək istəmirəm. Bu da şlaqman sistemi elədir ki, girmisənsə, sıfırdan 1 saatı 1 manat. O ödəməsə açılmış şlaqman.